Mənim əzizlərim, bugün mən Vidadi Borsalı sizlərə şairlər, aşıqlar yurdu olan Kəpənəkçi elinin şair oğlu şair Məsim bəy Göyüşov yaradıcılığından gözəl bir şiir paylaşıram mənim əzizlərim. Şair yazır ki, gençliği sovurup verdim yerlere. Elimden kuş kimi uçtu çöllere, karıştı sel kimi daşkın sellere. İndi bildim neymiş günahım benim. Amalım yolunda vardım şehre, bilmeden özümü saldım qəhərə. İndi həsrət qaldım keçən günlərə, fələk nəfs keçir güzarım mənim. Bəzən saatlarla fikrə dalıram, sevdalı günləri yada salıram. Xəyallar içində azıb qalıram, bir yana çıxmayır gümanım mənim. Xatirələr üzür yata bilmirəm, ötən gəncliyimə çata bilmirəm. Əvvəlki Məsimi tapa bilmirəm, yetişmir hoyuma pənahım mənim, yetişmir hoyuma pənahım mənim. Sağ olun dostlar.